Qardaş, gecə saat 2-yə qalıb, Ramanı yolu yağışdan sonra qurbağalarla dolu. Onlar hamısı qurbağadır. Hamısı. Son günlər Bakı şəhərinin Maştağa və Ramana qəsəbəsi, eləcə də Abşeron rayonu Novxanı, Saray qəsəbələri və Sumqayıt şəhəri yaşma bağları və Qurd dərəsi ərazilərində həyətlər, küçələr və boş sahələr çoxsaylı qurbağalar ilə dolub. Sakinlərin sözlərinə görə, qurbağaların sayı o qədər artıb ki, onlar hətta avtomobil yollarına çıxaraq nəqliyyatın hərəkətinə də maneə yaradırlar. Məsələ ilə bağlı ekoloq Ənvər Əliyev bildirib ki, hazırda yağıntılar həddən artıq çoxdur və bəzi çökəkliklərdə müvəqqəti su hövzələri əmələ gəlir ki, yağış sularının toplandığı bu sahələrdə də qurbağalar yumurta qoyurlar. Adətən bu cür hallarda insanlar narahat olurlar. Amma burada qorxulu və ya narahat edici heç nə yoxdur. Onlar təbiətin bir hissəsidir. Bu vəziyyət bir müddət davam edəcək. Çünki hazırda şərait əlverişlidir və qurbağaların nəsil artırma dövrü intensiv mərhələdədir. Narahatlıq üçün əsas yoxdur. Bir müddətdən sonra bu hal keçəcək. Onların bir hissəsini quşlar və sürünənlər yeyəcək, bir hissəsi isə balıqlar üçün yem olacaq deyə ekoloq qeyd edib. Salam dostlar. Belə bir anormal hadisə ilə rastlaşmışıq. 2 gündür şəhərdə idi, gəlmişik bu gün ayın 28-i. Vişnyovkaya bağa, albalı bağları. Bağ bütün qurbağanın içindədir. Özü də bizim bu albalı bağlar çox quraqlıq, Abşeronun ən quraqlıq yerlərindən biridir. Burada küçələrdə deyim gölməçələr var, nə var, yağış yağanlar, heç nə yoxdur. O Tavaylıq tərəfdə, Maştağa tərəfdədir. Biz tərəflər qupqurudur. Bağı bax beləçinə bütün qurbağa var. Bəlkəm yağışla gəlib, bəlkəm sizin də başınıza bu hadisə gəlib, baş verib. Sizə deyim ki, bu hələ 25%'dir. 7 sotluq bağdır. Bu hələ qurbağaların 25%'dir. Hələ qurbağalar qaçırlar hələ də, yorulduq onları tutmaqdan. Birdən-birə nə bilim yağışla gəlib, nə ilə gəlib. Bəlkə sizin də başınıza belə bir hadisə gəlib. Çox maraqlıdır. Qardaş, gecə saat 2-yə qalıb, Ramanı yolu yağışdan sonra qurbağalarla dolu. Onlar hamısı qurbağadır. Hamısı. Bütün hamısı təkərlərin altında qalıb. Buna bax.